Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış proqramı davam etdirilir. Proqram çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli, Ağdərənin Həsənrez, Qalataq, Aşağı Orataq, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 12 ailə 55 nəfər köçürülür. Ağdərənin Aşağı Orataq kəndinə 10 ailə 34 nəfər, Vəngli kəndinə 6 ailə 26 nəfər, Həsənrez kəndinə 6 ailə 17 nəfər, Qalataq kəndinə 3 ailə 19 nəfər yola salınır. Həmçinin Xocalının Xanabad kəndinə 10 ailə 31 nəfər, Təzəbinə kəndinə 9 ailə 39 nəfər, Badara kəndinə 6 ailə 24 nəfər, Daşbulaq kəndinə 2 ailə 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə 5 nəfər yola salınıb. Bu mərhələdə ümumilikdə 65 ailə 257 nəfər doğma yurduna qayıdır.